analar, bacılar, siz inana bilərsiniz oğlunuza. Deyirsiniz, mən oğlu, hərdən eşidirəm belə kəlmələr ki, mən oğluma adım kimi inanıram. Mən qızıma, nə bilim, adım kimi inanıram. İnan, inan da, yoxla da, doverяй и проверяй. Bir uşaq ki, bax, qısa bir sizə elementləri deyəcəm. Bir uşaq ki, normal şəkildə bu civarda, buna deyirlər kulivaz. Dayanırsa, bax, belə söhbət elə, hətta özünü yığa bilər o, məsələn, möhkəm dayana bilər bu şəkildə, diqqətlə. Baxacaq, inanın mənə, o diqqətlə yarım dəqiqədən artıq belə dayanamayacaq. Mütləq, haradasa bir 2 saniyədə olsa, yavaşca bir belə eləyəcək, təzdən bir qaldıracaq. Uşu biləcəksiniz ki, onda nəsə narahatçılıq var. Və ikinci bir məsələ, uzanıb başını bu vəziyyətdə qoyarsa, uzanar, oturarsa evdə bir 10 dəqiqə deyər, başım ağrıyır, mütləq onu güdün. Otağa girərsə, hansısa səbəblər ucbatından, ay oyun oynayıram, çıxmıram, yoxlayın. Sumkalarını hərdən birdən gizli formada, yəni gələndə işdən ki, məsələn, dərsdən ki gəldi, gedir əlini, üzünü yumağa, ay analar, çalışın. Hər ehtimala qarşı demirəm ki, uşaq narkomandır. Siz yoxluyuz, keçid dövrü var. 7-ci sinif, 8-ci sinif, 9-cu sinif, ay kinoğluyu, vallah deyirəm, elə məktəblər olub ki, məktəbin qabağında narkotik satılır, pat satılır. Yoxlayın, çünki övladınızdır sizin, o oturdusa ona, vəssalam, sənin varın da gedəcək, evin də gedəcək, maşının da gedəcək, hər şeyin gedəcək.